Və biz davam edirik. Maraqlı bir reportajımız var sırada. Astaranın Pəlikeş kəndi inzibati ərazisinə daxil olan ucqar Sım kəndi. Tarixi abidələri, maddi mədəniyyət nümunələri buranın qədim yaşayış məskəni olduğundan xəbər verir. Son illər isə kənddə ekoturizm və agroturizm inkişaf etdirilir. Tarixi kənd Cənub bölgəsinin yeni turizm istiqamətlərindən birinə çevrilir. Yaşayış məntəqəsinə təşkil edilən mediatur zamanı jurnalistlərə kəndin turizm potensialı və icra olunan layihələr barədə geniş məlumat verilib. Astaranın ən məşhur Sım şəlaləsinin düz qarşısındayıq. Talış dağlarının qoynunda yüksək dağlıq ərazidə yerləşir. Qeyd edək ki, burada eyni zamanda Vovada ərazisi də var. Bu ərazidə Ballıqaya, Şirhan şəlaləsi turistlərin ən çox gəzib gördüyü yerlərdən biridir. Burada gələn turların yeməkləridir, maşınlarıdır, sonra belə deyim ki, gəzintiləridir, dağ marşrutlarıdır, onlara təşkil olunmağıdır, onları təşkil edirik və bir kənd evlərində qonaqlanma və bir də kamp turlar. Sımda var, şəlala var, Sımın qəşəng bulaqları var, sərin sular bulaqları var, tarixi abidə olan yerlər var, yəni Sımın təbiəti çox gözəldir. Əsrarəngiz təbiətin qoynunda salınan Sım kəndi. 300-400 illik tarixi var buranın. Ənənəvi arıçılıq təsərrüfatı ilə tanınıb. Son illər isə Cənub bölgəsinə üz tutanların bir çoxu yolunu Sımdan salır. Bunlar bütövlükdə Sım kəndinin tarixinə aiddir. Təkcə torpaqdan tapılmayıb, evlərdən də gətirilib. Xarici turistlərin marağı daha artıqdır. O cümlədən də yerli turistlərin. Çünki bütövlükdə Azərbaycanın tarixini əks etdirir. Mis dövrünə aid olan bunlardakı qədim ilk göründüyü kimi ilk tüfəngidir. Talış dağlarının qoynunda dəniz səviyyəsindən təxminən 478 metr yüksəklikdə yerləşməsinə baxmayaraq, qonaqlar kəndin füsunkar təbiətini asanlıqla kəşf edə, suyundan, yerli mətbəxin təamlarından dada bilirlər. Bunun üçün sakinlər özləri onlara bələdçilik edirlər. Şəlaləmiz var, gəzməli yerlərimiz var. Gəlib gördülər, getdilər, şəlaləni reklam elədilər. Bizə xeyri var. Əvvəllər məhsullarımız, burada bazar yoxdur, biz sataq. İndi turistlər gəlirlər, şur, yağ, pendir, yumurta, kənd çorpası, nə istəyirlər də biz də satırıq, dolanırıq da, yaxşıdır. Təbiətin bizə bəxş elədi, nemətdən, baldan istifadə edirik. Gələn turistlərə, qonaqlara onu təqdim edirik. Meyvələrimizi, məhsullarımızı gələn qonaqlara satayıq ki, məsələn, ondan da gəlir əldə edək. Qədimiliyini qoruyan yaşayış məntəqəsi turistik kənd layihəsi çərçivəsində bölgənin yeni turizm marşrutuna daxil edilib. Sımın turizm təcrübəsindən digər bölgələrdə də istifadə olunur. Nuranə Tələt qızı, Şahin İlhamoğlu, Ayşən Cümşudova, ASTV Xəbər.